Allah razı olsun. İsmail sen özür de. Yani bu kişilerin sayesinde blogger olarak bizim yani kuşbazlığın elə deyək də bu məşğuliyyət daha da davamlı olur, daha da inkişaf edir. Yəni başqa yanlış edənlər də unutmaq olmaz, onların əziyyətlərini. Onlar olmasa, yəni bizlər olmasa inkişaf etməz, həvəs olmaz. Xatırladım ki, o vaxtında yəni çok hayat edir. Halbuki buna da bax, vəziyyət başqa türlü. 2018-də, 2017-də vəziyyət başqa türlü. Yarışlardan sonra, işlərdən sonra, blogger kardeşlərdən sonra daha da inkişaf edir. Sənə bunlar azizdir, qardaşlar, bilək sürələr olsun. Eşittiğime göre sen çempiyon olmuşsan. Ama çoktan. Lap çoktan. Burada çempiyon mənim. Kanala abunə olub bəyəni paylaşmağı unutmayaq.